Salam dəyərli abituriyentlər. Mən Focus Online Tədris Mərkəzinin İngilis dili müəllimi Elnur Axundsoy. Sizlərə 2025-ci ilin test toplusundan belə bir sualın izahını vermək istəyirəm. Belə ki, biz bu sualda suggest feilinin düzgün işləndiyi cümləni tapmalıyıq. Amma ilk öncə bu feillə bağlı bir qaydaya nəzər yetirək. Deməli, test işləyərkən diqqət etməliyik ki, suggest feilindən sonra birbaşa ayıncılı feil gəlir və ya suggest feilindən sonra ardıcıllıq bu şəkildə də ola bilər. Yəni, zət bağlayıcısı, bu bağlayıcı ixtisar da olunur bəzən. Daha sonra subyekt, yəni mübtada və ardıca da gəlir should və feilin birinci forması. Bəzi nümunələrdə siz should'u görməyə də bilərsiniz. O zaman subyektdən sonra nə gəlmiş olur? Feilin birinci forması. Biz buradakı feili şəxsə və zamana görə qətiyyən dəyişdirmirik. İndi isə sualımıza baxaq. Deməli, A bəndində deyir ki, she suggested to go for a walk. Suggest feilindən sonra əgər bir feil gələcəksə, bu ayıncılı feil olmalıdır. Az öncə qeyd etmişdik, amma burada feil to'lu formada verib. Ona görə də A bəndi yanlışdır. B bəndində isə she suggested going for a walk. Burada suggest'dən sonra gələn feil ayıncılıdır. Bəli, bu doğrudur. Çünki suggest'dən sonra gələn feil ayıncılı olur. C bəndində, yəni digər variantlardakı səhvlərə də baxaq. C bəndində she suggested that we, yəni bura qədər hər şey yaxşıdır. Amma suggest, that, subyekt və daha sonra gəlməlidir feilin birinci forması. Amma went feilin keçmiş zaman formasıdır. Yəni burada went'in yerinə olmalıydı, go olmalıydı. Ona görə də bu bəndimiz yanlışdır. Daha sonra D bəndində she suggested us going for a walk. Baxın, burada suggest feilindən sonra obyekt əvəzliyi verilib. Daha sonra ayıncılı feil verilib. Təbii ki, bu yanlışdır. Y bəndində isə she suggested go for a walk. Az öncə də qeyd etdik. Suggest'dən sonra gələn feil ayıncılı olur. Yəni, feilin sonunda ayıncı olmalıdır. Amma burada isə biz sadəcə to-suz məstəri görürük. Yəni, to-suz məstər burada necə işlənə bilər? Suggest'dən sonra zət, subyekt, daha sonra feilin to-suz məstər forması, yəni birinci forma işlənə bilər. Ona görə də doğru cavabımız oldu B bəndi.